Salamlar hər birinizə əziz şagirdlər. Bu günləri sizlərlə həm öz ədəbiyyatımızdan, həm də türk ədəbiyyatından olan suallara baxacaq. Buraxılışa düşə biləcək məqsədli bir suallardır ki, siz üçün bir kömək olsun. Ən azından düşəndə müəyyən dərəcədə həll edə biləsiniz. Deməli, 3 nömrəli tapşırığa baxaq. İfadəsini sadələşdirin deyir. Yuxarı hissədə başlanğıcdan orta vurğu mötərizə xaricində çıxarsaq, yəni 4-cü dərsdən baxırıq A kubudur və A-dır. Biz A-nı çıxarda bilərik. B-dir və B kubudur. Buradan B-ni çıxarda bilərik. Qalacaq 4-cü dərsdən A kubundan A-nı çıxartdıq deyə A kvadratı qalır. Digərində 4-cü dərsdən B kvadratı qalır. Aşağı hissəndə olduğu kimi kök altına B çıxılsın kök altına A. Baxın, bunlar ixtisar gedir. Burada qalır 2. Bunlar da ixtisar qalır 2. Bu nə deməkdir? Kökdə A deməkdir. Bu da kökdə B deməkdir. Oldu nə? Kökdə A çıx, kökdə B. Bunları ixtisar aparanda yerində -1 qalır. Yadınızda qalsın. Daha sonra yazırıq. Üstə gəlsin 1 üstəgəl kök altında AB bölünsün 4-cü dərsin kök altında AB. Bunu da yazaq indi yerdə qalanın. Deməli, -4-cü dərsin kök altında AB-miz qaldı. Üstə gəlsin 1 üstəgəl kök altında AB bölünsün 4-cü dərsin kök altında AB. Bunun deməli, məxrəci 1-dir. Ortaq məxrəcimiz 4-cü dərsin kök altında AB olacaq. Və bunlar bir-birinə vuranda olacaq 4-cü dərsin kök altında A kvadratı B kvadratı. Və yaxud da belə deyək, AB-nin mötərizə kvadratı. Bunlar ixtisar gedir, burada qalır 2. Olur kök altında AB. Mənfi kök altında AB, üstəgəl 1, üstəgəl kök altında AB. Mənfisi ilə müsbəti islah olacaq. Qalacaq yerdə nə? Sürətdə qalacaq 1, məxrəcimizdə qalacaq 4-cü dərsin kök altında AB. Və üstündə nə? -2. Mənfi nə edəcək? Tərsinə çevirəcək. Olacaq 4-cü dərsin kök altında AB. Üstündə necə? 2. Bu 2 ilə bu ixtisar gedəcək. Qalacaq 2. Olacaq kök altında AB. Keçid eləyək növbəti sualımıza. Deməli, deyir ki, çevrə xaricində çəkilmiş dördbucaqlı. Bu o zaman mümkün olur ki, qarşı tərəflərinin cəmi bir-birinə bərabər. Yəni A ilə AD ilə BC-nin cəmi bərabər olmalıdır. AB ilə DC-nin cəminə. Burada arada cəm olmalıdır. Deməli, AM-i verib 5, buranın da 5 olacaq. Çünki bir nöqtədən çəkilmiş toxunanlar bir-birinə bərabər olur. PD-ni verib 8, burada olacaq 8. Bura onda nə oldu? Bura oldu 13. Sonra KC-ni verib 6. Burada olacaq nə? 6. Buranı x işarə edirik, burada olur x. Olur deməli 13 üstə gəlsin. Bura nə oldu? 6 plus x bərabərdir. Bura nə qədər eləyəcək? 14 üstə gəl 5 plus x. Hə, burada B-ni də verib, onsuz da 7. B-ni də nə olacaq? 7. Aparıb heç yerinə yazaq. Heç o elə belə məchul kimi verib. Elə sadəcə perimetri. Perimetri nə olacaq? Perimetri bura oldu neçə? 12. Bura oldu 13. Bu 13, 13. Burada nə oldu? 14. Elədə perimetri. Deməli, 12 ilə 14-ün cəmi 26. O birisi də 26 olmalıdır. Eləyəcək neçə? 52. Perimetri oldu 52. Verilən AP. AP-miz oldu 5. Daha sonra DK-mız oldu 8. CN-imiz oldu 6. B-miz də oldu neçə? 7. Belə bir sualımız mövcuddur. Deyir ki, delfin hərəkət trayektoriyası funksiyası ilə verilmişdir. Delfin suyun səthində hansı ən böyük hündürlüyə qalxa bilər? Delfin hərəkət sürəti metr/saniyə ilə nəzərdə tutulur. Baxın, bu nədir? Bu bizim təpə nöqtəmizdir. Parabolanın təpə nöqtəsi. Bizə deyir ki, delfin suyun səthində hansı ən böyük hündürlüyə? Hündürlüyünü istəyir bizə. Yəni y istəyir. Y0. İndi baxın, y bərabərdir. -2-də 1. X plus 3. X minus 5. Bunu belə eləmək olar ki, bunun kökləri nədir? 0-a bərabər olan nədir? -3-dir. Burada nədir? 5-dir. Bunun orta nöqtəsini tapanda neyinirik? Toplayırıq, 2 ilə bölüydü, düzdür? Eləyəcək neçə? Toplayanda -3 ilə 5-i. Eləyəcək 2. 2-yə də böləndə eləyəcək neçə? 1. Deməli, bu nədir? 1-dir. Bu nədir? X0-ımızdır. X0 aparıb yerinə qoysaq,
Y bərabərdir mənfi 2-də 1 vurulsun 1 üstəgəl 3 vurulsun 1 çıx 5. Olur mənfi 2-də 1 vurulsun 4 vurulsun mənfi 4. Bunlar ixtisar gedir, qalır burada mənfi 2. Mənfi 2 mənfi 1-ə vuranda nə edir? Müsbət 2, 4-ə də vuranda edir 8. Bu ən rahat üsuludur. Gəldi bunu məsəl üçün vurub açsaydı, y bərabərdir. Olacaqdı 2-də 1. Vurub açanda bunları, bunu vurub açanda çox ədliyə vurulması qaydası. Mən birbaşa yazıram, x kvadratı minus 2x minus 15 olacaqdı. Və mənfi 2-də 1-ə vuranda da mənfi 2-də 1 x kvadratı üstə gəlsin x, üstə gəlsin 15 bölünsün 2. Yəni 7,5. 7,5. İndi n, yəni y0 necə tapılırdı? Mənfi d bölünsün 4a ilə tapılırdı, düzdür? Diskriminantımız olacaq 1, deməli, üstə gəlsin. Çünki bu mənfidir, diskriminantın üstü nədir? B kvadratı minus 4ac-dir. Mənfi mənfiyə dəyəcək, olacaq müsbət. Deməli, 4 vurulsun, a-mız 2-də 1, mənfisini vurduq əvvəlcədən. C-miz də ki 7,5. Bu ixtisar gedəcək buna, qalacaq burada 2. 2-ni 7,5-ə vuran nə qədər eləyir? 15, üstünə də 1, 16. Olur, deməli, y0 bərabərdir, mənfi 16, bölünsün 4 vurulsun, a-mız nədir? Mənfi 2-də 1-dir. Bu ixtisar edirik, olur aşağıda nə? Mənfi 2. Mənfi 16 bölü mənfi 2, o da neçə eləyəcək? 8. Yəni, vaxt aparmamaq məqsədi ilə yaza bilərsiniz. Ətraflıda da həmçinin yazmaq olar ki, x oxun kəsdiyi nöqtələr mənfi 3 ilə 5-dir. Bunun orta nöqtəsi, parçanın orta nöqtəsi toplayıb yarıya bölürük, eləyir 1. x0 aparıb yerinə qoyanda y0-ı tapırıq. Deməli, bizə də metr bölü saniyə idi. Bu 8 metr və yaxud da 8 cm yaza bilərsiniz. İkinci suala baxaq. Deyək ki, paralleloqramda o diaqonalların kəsmə nöqtəsidir. Diaqonallar kəsişəndə yarı yerə bölünür. Yəni, bunlar bir-birinə bərabərdir. BM bərabərdir MC. Deməli, bura nədir? Orta nöqtədir. Bu üçbucağı görürsünüz. Baxın, bu üçbucağı görürsünüzsə, diqqət yetirirsiniz də. Həmin o üçbucağın nə olacaq? Orta xətti olacaq. Çünki həm bu tərəfinin orta nöqtəsi oldu, həm də bu tərəfinin orta nöqtəsi. Deməli, bu nədir? Orta xətti. Bizə deyir ki, ABC paralleloqramının sahəsi 32 olarsa, BOC üçbucağının sahəsini tapın. Diaqonal, paralleloqramın diaqonalı. Sahəni 2 yerə bölür, bir dənə diaqonal. Deməli, paralleloqramın əvvəlcədən sahəsi 32 idisə, bura neçə olacaq? 16, 16. Düzdür? Və biz də bilirik ki, üçbucaqda orta xətt hansı hissələrə ayırır? 4də 1 hissiyə və 4də 3 hissiyə ayırır da, düzdür? Və belə deyirik ki, onda bu 16-dırsa, 16-nın 4də 1-i nə qədər edir? 4. 4 bura düşür, 12 də bura. Bizə də MOC-nin sahəsini istəyir. O da olacaq neçə? 4. Sonra keçid eləyək növbəti suala. Deyir, nisbəti 2-3 olan 2 ədəd tapın ki, onlara baxın 2K deyək, bir də 3K olsun. Deyir, onlara uyğun olaraq 6 və 12 əlavə elədik də. Biri olur 6 üstən gəldik, birinə də 12 əlavə elədik də. Alınan ədədlər 3-5 nisbətində. Bölünsün, bərabərdir 5-3. Belə bir sual ətraflıya düşə bilər. Çarpaz vururuq, olur 10K, üstə gəlsin 30, bərabərdir 9K plus 36. 10K'dan 9K'nı çıxırıq, eləyir K, bərabərdir 36-dan da 30-u çıxırıq, eləyir neçə? 6. Deyir, 2 elə də tapın. 2K idi, 2 vurulsun 6 eləyəcək 12 və 3K idi, 3 vurulsun 6 eləyəcək neçə? 18. 12 və 18 olacaq. Sonra bu sualımıza baxaq. Deyir, kvadrat formalı lövhədən kvadrat formalı lövhə seçək. Deyir ki, bu lövhədən və yaxud da şəkli bununla çəkək ki, kvadrat qəşəng alınsın. Bizə dəqiq olur. Aha. Kvadrat formalı lövhədən eni 30 cm olan düzbucaqlı hissə kəsildi. Eni 30 cm olan düzbucaqlı lövhə kəsildi. Bu oldu 30. Deyir ki, qalan hissənin sahəsi 2800 olan düzbucaqlıdır. Deməli, məsəl üçün bura A-dır,
Bura 30 sm kəsəndə nə edir? A-30. Bu düzbucağın sahəsi nə qədər tapılır? A vurulsun A-30 bərabər nəyə? 2800-ə. Deyir ki, bizə kvadrat lövhənin sahəsini tapın. Tapşırıqda tənlik qurmağı. Tənlik qurmağı da bu formada olur. A kvadratı minus 30A çıxılsın 2800 bərabərdir 0. V teoremi ilə həll eləsək, kökləri hasili mənfi 2800, cəmi isə 30 olmalıdır. Bu da nə olacaq? 70 və mənfi 40 olacaq. Mənfi 40 uzunluq ola bilməz. 70 olur uzunluğumuz. Sahəsini istəyir. Kvadratın sahəsi S bərabərdir A kvadratıdır. Yəni 70-in kvadratı 4900 olacaq. Növbəti belə bir sualımıza baxaq. Deyir, həcmi xətti ölçüləri 2, 4, 8 olan düzbucaqlı paraleliped. Həcmi nə olur? 2, 4, 8. Buraya eləyir 8. Bu da 8-ə vuranda 64. Deyir, paralelipedin həcminə bərabər olan kub. Yəni ki, 64 isə kubun həcmi nədir? A kubudur. A-mız neçə eləyir? 4. Deyir, tam səthinin sahəsi. Tam səthinin sahəsi 6A kvadratı. Belə bir sual da ətraflıya düşə bilər. 6 vurulsun 4-ün kvadratı. 6 vurulsun 16. O da neçə eləyəcək? 96 C variantı. Sonra növbəti belə bir sual var. Deyir, kvadratın daxilində verilmiş dairənin radiusu onun tərəfinin 3/1-nə bərabərdir. Yəni, bunun radiusu 3/1 A-dır. Tərəf olsun A. Deyir, kvadratın perimetri 36-dır. Kvadratın perimetri düstur nədir? 4A yazılır bərabər 36. A bərabərdir 9-a. A-mız olur burada 9. 3/1 olduğuna görə nə qədər olacaq? 3 olacaq. 9-u 3/1-ə vuranda 3 eləyir. Deyir, ştrixlənmiş hissənin sahəsi. Dairənin sahəsini necə taparıq? Dairənin sahəsi pi r kvadratıdır. Pi-ni verib 3. O 3 vurulsun. R-imiz neçə idi? 3 idi. 3-ün kvadratı da neçə eləyəcək? 9. Təzədən bunu 3-ə vuranda 27. Deməli, bunun sahəsi nə oldu? 27. Kvadratın sahəsini necə hesablayırlar? A kvadratı. Yəni 9-un kvadratı 81 çıxılsın 27. Bu da eləyəcək 54 kvadrat santimetr. İndi keçid eləyək Türk ədəbiyyatında olan suallara. 34-cü sualda baxın, bu kvadratdır. Verilmiş kvadratdır. Və deməli A O1 ilə O1B 4-dür uzunluqları. Deyir ki, bu ştrixlənmiş isə nə qədərdir sahəsi? İndi diqqət yetirin. Bunlar ikisi də radiusu nədir? Eynidir. Eyni çevrələrdir. Və sanki, baxın, burada məsəl üçün şəkil çəkilmişdi. Burada tam şəkildə olsaydı, belə deyək də, bu beləncə tam şəkildə olsaydı, eyni şey verəcəkdir. İstəyir bunları beləncə böl kənardan elə, istəyirsə də beləncə çək kvadratı. İçərisində belə dairə çək. Yerdə qalanmış ştrixlənmiş hissələr sahələri var ha. Bunların sahəsinin qiyməti ilə buradakının eyni şeydir. İndi bunu nə tərə hesablayacaq? Birinci belənçini hesablayaq ki, bunun radiusu neçədir? Radiusu bunun 4-dür. Dairənin sahəsi dediyi nədir? Pi r kvadratıdır. Olacaq pi vurulsun 16. R-imiz neçədir? 4-dür. Eləyir 16pi. Bu nədir? Yarım dairədir. Yəni 16-nın yarısı. 16pi-nin yarısı 8pi. Bu da olacaq 8pi. Eləyəcək neçə? Ümumilikdə 16pi. Baxın, yəni bütöv nə elədir? Bütöv dairə elədir. Bu da yarım dairədir. Bu da yarım dairədir. Bütöv dairə eləyir. İndi kvadratın sahəsi nədir? S bərabərdir A kvadratıdır. Yəni 4, bu 4-dürsə, bura 8 eləyir də. 8-in kvadratı neçə eləyəcək? 64. Olacaq 64 çıxılsın 16 pi. D variantı. Sonra belə bir çevrə sualımız var. Deyir ki, 3C bərabərdir 2Y-dir. C bərabər olur 2K, YD bərabər olur 3K. Belənçinə götürürük. Buraya yazırıq 3K, buraya yazırıq, bircə dəqiqə, buraya 2K, burada neçə? 3K. Sonra vətərə kəskəndə nə idi? Bölünən hissələri hasili, yəni 2K vur 3K bərabər olmalıdır digər bölünən hissələri hasilinə. Bura eləyir 6K kvadratı bərabərdir 24-ə. K kvadratı bərabərdir 4. K bərabərdir nəyə? 2-yə. Bizə deyir CD-nin uzunluğu. CD neçə olur? 5K olur da. Bura 2K-dır, burada 3K-dır. K-mız da ki 2 olduğuna görə neçə eləyəcək? 10.
Sonra keçid eləyək 15-ci suala. Deməli, biz də buranı 45 dərəcə verib. Bilirik ki, toxunma nöqtəsinə çəkilən radius toxunana perpendikülər olur. Burada nə olacaq? 45 dərəcə olacaq. Alırıq ki, bərabər yanlıdır. Yəni, bura ilə bura eynidir. Radiusumuz onda neçə olur? 4 olur. Yəni, burada 4 olur. İndi radius 4 isə burada 4'dür. Və artıq bunu biz silirik. Burada olacaq nə? 4. Sonra biz bilirdik ki, toxunanın kvadratı, yəni var idi A kvadrat bərabərdir B vurulsun B plus C. Güvəndə düsturumuz. İndi biz də yazırıq. Toxunanın kvadratı nədir? 4'ün kvadratı bərabərdir. X vurulsun, çöldəki vurulsun. Ümumi, yəni ki, x plus neçə? 8. Deməli, sadələşdirək, vurub açaq x kvadratı plus 8x. Bura neçə eləyəcək? 16. Çıxılsın 16. Bərabərdir 0. Kökləri tapsaq, deməli, hasil mənfi 16, cəmi isə 8. Bunu diskriminantla eləməli olacaq. Eləyəcək 64, üstə gəlsin 64. Bərabərdir 128-ə. X-i bərabərdir mənfi 8. Biz çıxmanı yox, çıxma çünki uzunluq mənfi ola bilməz də. Üstə gəl. Kök altında 128 nə deməkdir? 64 vur 2, yəni 8 kök altında 2 deməkdir. Bölünsün nə? 2. Olur mənfi 4, üstə gəl 4 kökdə 2. Yəni yerin də dəyişisi 4 kökdə 2 çıxılsın 4. Olacaq nə? A variantı. Sonra belə bir sualımız var. Maraqlı bir sualdır. Deməli, bu diametrdir. AB nədir? Diametrdir. Biz A ilə C-ni burada birləşdirsək, diametrə söykənən daxili bucağımız 90 dərəcə olur. Bura olur nə? 60 dərəcə. Və 60 dərəcənin qarşısındakı katet digərinin kökdə 3 misli olub. Yəni, əvvəlcədən vurmısan, 4 kökdə 3 almışsan. Deməli, bura neçədir? 4'dür. Və 30 dərəcənin qarşısındakı katet də hipotenüzün yarısıdır. Deməli, hipotenüz neçədir? 8. Burada radiuslardır da. Hərəsindən nə qədər düşür? 4. Bizə deyir ki, OA nə qədərdir? Yəni, radiusumuz nə qədərdir? Olacaq neçə? 4. Sonra belə bir sualımız var. Biraz baş qarışdırıcı, amma çox sadə bir sualdır. Baxın, əgər bu hissə olmasaydı, bunlar olmasaydı, düşünək ki, bunlar yoxdur. Sadəcə çevrə xaricində nöqtədən 2 dənə toxunan çəkib. Baxın, biri budur, biri də budur. Biz də bilirik ki, həmin onların arasındakı bucaqla qarşısındakı qövsün cəmi neçə olmalıdır? 180. Bura neçə olur? 140 dərəcə. 140 dərəcədə bu da nədir? Daxilə çəkilmiş bucaqdır, daxili bucaqdır. 140 dərəcədirsə neçə qalır bura? 70 dərəcə. Əgər yəni hamısını bir yerdə fikirləşsəz, onda yəni ki, qarşılıqlı olacaq. Beləncə daha rahat olur. Sonra 24-cü sual. Baxın, bu vətərlər bir-birinə bərabərdirsə, bunların qövsləri də bir-birinə bərabərdir, yaratdığı qövslər. Və belə götürsək ki, bura məsəl üçün y olsa, bunların hamısı x olsa, alfanın daxili bucağımızda, alfamız harada başlayır? Alfamız D-də başlayır. Yolun üstündə nə var? Y var. Bir də nə var? X var. Y üstəgəl x bölünsün nə olacaq? 2. Alfamız. Y-nin x-i toplayacağım. Neçə eləyəcəksə 2-yə böləcəm. O bizə bir alfa verəcək. Bəs yaxşı, 100 dərəcə harada başlayır? 100 dərəcə A-da başlayır. Yolun üstündə Y var. Və harada qutarır? X-da. Y üstəgəl x bölünsün 2 bərabər nəyə? 100 dərəcəyə. Deməli, alfamızda nə olacaq? 100 dərəcə olacaq. Əgər burada fərqlilik eləsəydik, məsəl üçün x-lə y ayrıca hissəsidir, nə gözəl, maraqlı sual olardı. Məsəl üçün, düşünək ki, x-lə y bizdən istəyir. X minus y fərqini istəyir. Məsələn, belə bir sual qoyub. Onda nə edəcəkdik? Baxın, 3 dənə x-lə bir dənə y-in cəmi nəyə verir? Çevrənin tamamını verir, yəni 360 dərəcə. Və x plus y-imizin neçə dərəcədir? Buradan çarpaz vuruq 200 dərəcə. Daha sonra çıxırıq sistemi. Olur ki, x bərabərdir 160 dərəcə, x də bərabərdir 80 dərəcə. Y-imiz də olacaqdır neçə? Y-imiz də olacaqdır 120 dərəcə. Keçid eləyək 4-cü suala. 4-cü də maraqlı suallardan biridir. Baxın, burada deyir radiusdur. Biz bunu bununla birləşdiririk ki, görək bu üçbucaq hansı üçbucaqdır. Bunu birləşdiririk. Burada radiusdur, burada radiusdur. Aldıq bərabər tərəfli. Bərabər tərəfliyin bir daxili bucağı neçə olur? 60 dərəcə. Deməli, bura neçədir? 60 dərəcə.
İndi eyni prosesi burada eləyirik. Bununla birləşdiririk. Və buradan bir dənə hündürlük endiririk. Bura nə olacaq? Kökdə 3R bölünsün 2. Düzdür? 2 böləcək də. Burada nədir? R'dir. İndi bura 90 dərəcə əmələ gətirir də. Bərabər yanlıdır. Bərabər yanlıda təpədən çəkilmiş bu hündürlük həm median, həm tənbələn, həm hündürlükdür. İndi diqqət etirsək, baxın, burada alfa işarə eləsək. Sinus alfa nə idi? Qarşı katet, qarşı katetimiz kökdə 3 R bölü 2'dir. Hipotenuzun nisbəti. Qalır yerdə nə? Kökdə 3 bölü 2. R'lər ixtisar gedir. Kökdə 3 bölü 2'yi nə zaman alırdı? 60 dərəcədir. Deməli, bu alfa neçədir? Bu alfa 60 dərəcədir. Burada nə oldu? 60 dərəcə. Bu nə oldu? 120. Bura oldu 120 dərəcə. İndi x üstəgəl y üstəgəl 120 ilə 60'ı cəmləyəndə nə qədər edir? 180 dərəcə. Bərabərdir neçə olmalıdır? Çevrənin tamamı 360. X plus y. Burada nə alınır? 180 dərəcə. Sonra, üçüncü sual. Maraqlı bir sualdır. Baxın, diqqət yetirin. B bucağı ilə E bucağı eyni qövsə söykənir. Yəni AD-yə. Deməli, bura 40-dırsa, bura da 40-dır. Və yaxud da deyərsiniz ki, bura 80-dır. Yenə təzədən 2 ilə böləm, olur 40. İndi alfa nədir? Bu üç bucağın xarici bucağıdır. Ona qonşu olmayan daxili bucağın xarici bucağıdır. Və nəyə bərabər olur? Ona qonşu olmayan iki daxili bucağın cəminə. Yəni ki, 60 dərəcəyə. Bu böyründəki 60 dərəcə. Üzrü sayın səhv yeri işarələmişəm. Bu xarici bucaqdır. Bu da ki onun qonşusudur. 60 olur, bəli. O da neçə eləyəcək? 120 dərəcə. Və yaxud da 40-dır. Burada neçədir? 20-dir. Neçə elədi? 60 elədi. Qaldı neçə? 120 dərəcə. Qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. C variantı. Deməli, 33-cü suala baxaq. Baxın, belə bir sualdır. Maraqlı bir sualdır. Buradan beləncəni çəksək və bu nədir? 45 dərəcədir, düzdür? 90 dərəcənin tənbələnin işarəsidir. 45 dərəcə. Burada nə olur? 45 dərəcə. Buradan perpendikulyar çəkirəm. Bura 2-dirsə, burada 2-dir. Və 45 dərəcədə nə olurdu? X. Bura nə olurdu? X kök 2. Deməli, x-imiz nədir? 6-dır. Köklər gedir, x-imiz 6-dır. Deməli, buranın uzunluğu nə oldu? 8. Bizə də deyir ki, ABCD kvadratdır. Bizə deyir ki, ABCD-nin sahəsini tap. 8-dirsə, əgər tərəfi kvadratın sahəsi nədir? A kvadratı. Yəni, 64 olacaq. Bugünkü suallarımız da bunlar idi. Bizə dəstək məqsədli kanala abunə ola bilərsiniz. Həmçinin öz sinif yoldaşlarınız, bizi izləyən müəllimlər varsa, öz şagirdləriniz arasında paylaşa bilərsiniz həmçinin də. Davamlı paylaşımlar olacaq inşallah. Aprelin 26-sı sonuncu buraxılış tarixidir, səhv etmirəmsə. O vaxta kimi buraxılışın, yəni ki, həm 5 aprelin, yəni bu həftənin, həmçinin 12 aprelin, həmçinin də 26 aprelin izahları olacaq. Yəni, imtahandan şagirdlər çıxan kimi izahlar olacaq. Bir də ki, bildiyimiz kimi 5 apreldə OTK imtahanı olacaq. Kimlər iştirak edəcəksə, testlərin, yəni ki, şəxsi nömrəmə ata bilərlər. Mən də onun izahlarını çəkib paylaşacağım.